Xəbərə keçməmişdən öncə videonu like edib kanala abunə olun ki, xəbər hər kəsin qarşısına çıxsın. Dövlət Gömrük Komitəsi Smart Customs saytından və mobil tətbiqindən istifadə edən vətəndaşlara müraciət edib. Ölkə Az xəbər verir ki, xəbərdarlıqda bildirilir ki, iyunun 1-dən etibarən elektron ticarət bəyannamələrinin identifikasiya nömrəsi ilə etmək mümkün olmayacaq. 2026-cı il 1 iyun tarixindən identifikasiya nömrəsi FIN və parol ilə Smart Customs və e-customs.gov.az sistemlərinə daxil olduqda elektron ticarət bəyannaməsi xidmətindən istifadə mümkün olmayacaq. Bu xidmətdən asan imza, SIMA və ya MyGov QR vasitəsilə istifadə etmək mümkün olacaq. Qeyd olunan tarixdən sonra malların bəyan edilməsi üçün asan imza və ya SIMA elektron imzasını əvvəlcədən əldə etməyiniz tövsiyə olunur, deyə məlumatda bildirilir.